Qrip partlamağa hazır sürpriz bir bomba kimidir və qrip infeksiyalarında ciddi nəzarət eləmək lazımdır. Çalışın ki, qripdən uzaq olun. Amma bilirsiniz niyə? Ona görə yox ki, sizin 3 gün, 5 gün başınız ağrıyacaq, əzələ ağrınız olacaq, biraz da burnunuz axacaq. Ona görə ki, qrip infeksiyası və həmçinin digər virus infeksiyaları potensial olaraq bir çox qorxulu xəstəlik üçün belə deyək, zəmin yaradırlar. Bu hansı mexanizmlə baş verir? İndi isə bunu izah edeyim. Belə ki, viruslar canlı orqanizmlərdir və bir çox canlı orqanizm kimi onların da özlərinin genetik materialı var. İnsan da həmçinin bir genetik materiala sahibdir və bu genetik material xromosomlarımızda, hüceyrəmizin daxilində, içərilərdə bir yerdə yerləşir. Viruslar hüceyrə daxili mikroorqanizmlərdir. Yəni, insan əgər virusa yoluxursa, o virus insanın gedib bir hüceyrəsinə yapışır, onun içinə girir və orada qalır. Buna görə də virus infeksiyalarını müalicə eləmək müəyyən qədər əziyyət tələb eləyir. Və viruslar gedib hüceyrə daxilinə girəndən